platformanın linki əlbəttə ki, göstərdiyim yerdə aşağıdadır. Dostlar, bu günləri ticarət eləyəcəyik biz. Dostumuzun istəyi ilə demişdi ki, Bollinger indikatoru ilə zəhmət olmasa bir ticarət eləyərsiniz. Baxaq görək necə də həmən indikatordan istifadə eləmək olarım. Dostlar, ilk öncədən deyim ki, mən indikator həvəskarı deyiləm. Amma sizə bugünkü videoda indikatorlardan, bu indikatorun üzərində ticarət eləyəcəm və çalışacağım göstərim ki, indikatorla ticarət eləmək nə qədər məqsədə uyğundur və yaxud da ki, uyğun deyil. Deməli, uşaqlar, Bollingeri qoşmuşuq biz. Mənim öz strategiyam var. Öz strategiyam haqqında videolar, çox videolarda var mənim strategiyam. Elə tək-tük videolarda mən indikatoru göstərirəm. Keçid alıb baxa bilərsiniz. Lap bundan öncəki videoya baxa bilərsiniz. Yəni, orada da mən öz strategiyamla ticarət edirəm. Dostlar, burada belə bir, görürük ki, belə bir situasiya yaranır bizdə. Keçid alaq biz 2 dəqiqə müddətinə, bizdə 1 dəqiqəlik şamlarda əlbəttə ki, dostlar. Burada biz görürük ki, Bollinger'ın SMA orta xəttinə gəlib çatdıqda birinci əməliyyatı biz risk ataraq aşağı əməliyyat açırıq 2 şam müddətinə. Çünki dostlar, biz bu tərəflərə baxsaq görərik ki, ortadakı xəttə çatdıqda həmişə qiymət geri qayıdıb dostlar. Burada da düşünürük ki, həmən situasiya olacaq və bizdə qiymət geri qaydacaq dostlar. Görək indi necə olacaq bu əməliyyatın axırı. Bollinger dostlar, Bollinger də bizim texniki analiz kimi bir şeydir. Sadəcə köməkçi bir indikatordur. Burada biz görürük ki, burada necə deyirlər, bunun hələ tənzimləmələri də var. Buradakı tənzimləmə hal-hazırda üstündə olan tənzimlənmədir və mən çox da həvəskar olmadığıma görə Bollinger'dan istifadə edib. Siz necə istifadə edirsinizmi? Və necə nəticələri var Bollinger'ın, o barədə də yaza bilərsiniz dostlar. Deməli belə, baxırıq biz, burada belə balaca bir pinbar açıldı. Bu pinbar bizə, necə deyirlər, belə bir motivasiya verir ki, pinbardan sonra qiymət dəyişir. Görək necə olacaq. Hələ vaxtımıza var. Əlbəttə ki, vaxtımıza hələ 50 saniyə var. Dostlar, 50 saniyəmiz var hələ vaxtımıza və 50 saniyə müddətində sən 1 saniyəni ayırıb bizə bir dənə like qoya bilərsən. Çünki sənin like'ın bizim üçün çox önəmlidir dostum. Deməli belə. Dostlar, iştirak eləyin. Konkurslarda da iştirak eləyin, yəni dəstək olun kanala, TikTok'da, YouTube'da, Instagram'da bizi izləyin dostlar, videolara dəstək olun və bir gün inşallah sən də dostum qalib ola bilərsən və bizdən prizi apara bilərsən. Deməli belə, vaxtımıza 17 saniyə qalır əlbəttə ki, burada isə biz görürük ki, bizdə solda olan situasiyalar özünü burada da əks etdirir. Mən həmişə demişəm ki, dostlar, tarix təkrarlanır burada. Tarix təkrarlanır və bizim əməliyyatımız plusla bağlanır və biz burada 90 dollar gəlir əldə edirik, dostlar. Bu da bizim pulla gəlir eləyir hardasa 153 manat. 153 manat səhv eləmirəmsə pul eləyir və biz burada bunu götürürük. Deməli, dostlar, burada yenə də qiymət, necə deyirlər, davam eləyir getməyə. Biz yenə də əməliyyat aça bilərik, amma yenə də mən indikatora görə bir fərqli bir situasiya tapmalıyam dostlar. Görək, başqa bir situasiyalarda indikator özünü necə göstərir. Burada biz texniki analizlə belə baxsaq, görürük ki, buradan məncə Bollinger hal-hazırda aşağı göstərir. Baxaq görək, mən dostlar Bollinger'a uymayaraq açacağım əməliyyatı və mən buradan yuxarı əməliyyat açacağım 2 dəqiqəlik. Bollinger göstərdiyi isə aşağıdır. Ola bilər ki, Bollinger düz dedi, mən səhv dedim, ya da ki, mən düz dedim, Bollinger səhv dedi dostlar. Öz fikrinizi bildirin aşağıda. Belə kontent maraqlıdırsa, daha çox indikatorlara uyğun da videolarımız gələr əlbəttə ki, öz strategiyamızda, öz yerində, öz ampulasında qalır. Deməli dostlar, görək, mən burada niyə görə yuxarı açdım? Mən öz baxış bucağımla deyim sizə, mən nəyə görə orada aşağı açdım? Список instrumentov. Bizdə risovaniya. Risovaniya da bizə luch. Dostlar, luch qoyduqda biz görürük ki, götürək bir dənə buradan, çəkək aşağı, birini qoyaq bura və bunu da dostlar çəkək aşağıdan belə bir şey. Deməli, burada mən nə görürəm dostlar? Görürəm ki, bir toxunuş var.
İkinci toxunuş, üçüncü toxunuş və bu dördüncü toxunuşdur dostlar. Tam olaraq toxunmayıb, ola bilər ki, mən biraz tələsmişəm. Amma söhbət ondan gedir ki, dostlar, yenə də burada mən birinci əməliyyatı riskə atmışam. Yəni, biraz da gəlsə bu xəttə dəysə, mən buradan yenə də yuxarı əməliyyat açaram. Bollinger-də aşağı göstərdiyi kimi, mən sadəcə yuxarı açmışam. Çünki heç bir xəttləri gözləmirəm mən və öz bildiyimi edirəm. Bollinger göstərdiyi kimi etmirəm, dostlar. Hal-hazırda bu mənim öz analizimdir. Görürük ki, dostlar, qiymət hələ bizim açdığımız diapazonda oynayır, rəqs eləyir, hələ ki buralardadır və balaca belə bir pinbarlar çəkir. Və bu o deməkdir ki, qiyməti aşağı buraxmaq istəmirlər və basmaq istəyirlər yuxarı. Vaxtımıza az qalır, biz burada nə edə bilərik? Bir dəqiqəlik mən $200 istəyirəm yuxarı əməliyyat açım, dostlar. $200 əməliyyat yuxarı açıram və birinci əməliyyatımız bizim minusdan bağlanır. Bunu bir dəqiqəlik niyə görə açdım mən? Düzdür, böyük bir riskdir. Amma ona görə açdım ki, dostlar, bir dənə korreksiya mənə bəs eləsin. İkinci korreksiyanı gözləmək istəmirəm. Çünki çox dəymə olub və buradan qırılma ola bilər. Dostlar, burada Bollinger təxmini düz göstərdi. Amma bu o demək deyil ki, mənim əməliyyatım səhv idi. Sadəcə, dostlar, biraz vaxtımız çatmadı, görürsünüzmü? Ona görə də mən artıq bir dəqiqəlik operativ əməliyyat açıram və əməliyyatımın sonunu gözləyirəm. 2 dəqiqə niyə açmadım? Çünki, dostlar, bu ampuladan sonra, bu qalxışdan sonra elə ola bilər ki, baxın, burada Bollinger-a dəyərək yenidən qiymət gələr aşağı. Amma bu boyda şamın bağlanması qiymətin yuxarı getməyinə işarədir təbii ki. Yəni, buralara baxa bilərsiniz. Gördünüzmü? Birinci əməliyyatımızı minusla yekunlaşdırdıq. İkinci əməliyyatımız artıq bizdə plusdur, dostlar, və qiymət gedir yuxarı. Bollinger-a baxsaq biz, dostlar, Bollinger-da bu xətti keçdi və gəlin biz buradan 2 dəqiqəlik yuxarı əməliyyat açaq. Bollinger-a uyaraq açırıq, dostlar, çünki Bollinger-ın orta xəttini biz artıq keçmişik və yuxarıda bağlanmışıq. Və burada da biz görə bilərik ki, Bollinger-ın orta xəttini keçib yuxarıda bağlanan şamlar, burada artıq səhv olub, burada qalxıb, gördünüzmü, Bollinger allatdı və yenidən qiymət getdi aşağı, özdə impulsiv şəkildə getdi. Bax, bayaq sizə dediyim situasiyadır. Bu qaldıra bilərlər, sonradan yenidən yendirə bilərlər, dostlar. Biz burada yuxarı əməliyyat açmışıq. Hal-hazır ki, yenə də bayaqki tələnin ikinci versiyası ola bilər. Buranı göstərərlər, güya qayıdır və buradan, dostlar, bunları bilmək yaxşıdır ki, siz artıq bir şey olanda ona qarşı nə hərəkət eləmək olduğunu bilirsiniz. Hələ ki, vaxtımıza var, uşaqlar. Əgər buradan qiymət gəlsə buralara, demək qırılma olacaq 100%. Deməli, belə görürsünüzmü, qiyməti basırlar hal-hazırda. Hələ vaxtımıza var, uşaqlar, hələ vaxtımıza var. Bu vaxt ərzində çox şey ola bilər. Görürsünüz, basırlar yuxarı, amma görürsən ki, yenidən eyni adamlarda o yan bu yana qiyməti basırlar. Baxırıq biz situasiyaya baxırıq yaxından. Nə qədər vaxtımıza qalıb? 25 saniyə qalıb. Heç bu şam dəbərmək istəmir yerindən, uşaqlar. Belə bağlanarsa, bu şam bağlandı və nə açıldı orada bizdə? Yaşıl açıldı, dostlar. Biz $100 yatırmışıq bura, düzdür. Gördünüzmü? Burada Bollinger biraz bizi allatdı və yaxud da ki, tam olaraq allatdı. Dostlar, burada əslində yuxarıdan aşağı baxdıqda aşağı əməliyyat açmaq lazım idi. Bir dənə aşağı eləyək və $200-la aşağı əməliyyat açaq situasiyanın davamına, uşaqlar. Çox riskli əməliyyatdır, əslində belə ağılsız əməliyyatdır, uşaqlar. Girmək lazım deyil belə yerə. Çünki görürsünüz ki, şamlar xırda-xırda bir yerdə flat gedir. Yəni, girməmək daha məsləhətdir belə əməliyyatlara. Prosta video maraqlı olsun deyə nəsə belə bir adrenalin yaşayırıq. Məsəl üçün, bu indi minus olsa, ondan sonra vəziyyətdən çıxmaq falan belə maraqlı şeylər olur da, dostlar. Yəni, maraqlı olur.
Və buna görə bir like istəyirəm sizdən. Görün bizi necə aldatdılar. Aşağı göstərirlər korreksiya, qırılma üçün. Amma görürük ki, qiymət çıxdı getdi yenə də yuxarı və biz 1 dəqiqəlik əməliyyat açmışıq deyə bizdə polibomu minus olacaq. Ona görə də çıxıb gedirik bu valutadan. Görək başqa yerdən nə var. OTC-lərdə nə var bizdə uşaqlar? OTC-lərdə nə var bizdə? Deməli, aha. Burada nədir vəziyyət? 5 dəqiqəlikdə baxaq uşaqlar. 5 dəqiqəlikdə nə var bizdə? Evro dollarda çox mənasız bir situasiya var. Mənasız bir situasiya var. Deməli, 1 yuxarıdan, 2 yuxarıdan. Aha, burada da bir şey yoxdur. 80%'li AUD USD-də nə var? AUD USD-də biz buralara qoysaq. Tak, belə eləyə bilərik uşaqlar. Aha. Əməliyyatı açıram tam olaraq aşağı dostlar. Nəyə görə? Çünki Bollinger'ın xəttinin üzəri ilə bu dəqiqə bizdə belə bir trend gedir. Düzgün bir, normal bir trade sayılmır bu. Sadəcə indikatora uyaraq biz hərəkət eləyirik. Dostlar, burada olan 12.000-ə kimi mən bu riski eləyəcəm bura. Ondan sonra artıq bizdə balans 12.000-ə düşsə birdən mən öz strategiyamdan istifadə eləyib tez balansı qaytaracam dala. Ona görə də videonu bəyənək dostlar, maraqlı olsun deyə. Görə indi bizdə bu 5 dəqiqəlikdə belə göstərir. Bax, fikir vermədik biz. 1 dəqiqəlikdə görək haralardadır. 1 dəqiqəlikdə də aşağılardayıq. Gəlin dostlar, 1-200-də buradan qoyaq. Uşaqlar, 1-200-də belə qoyaq və qiymətin aşağı gedəcəyinə proqnoz edək. 12.000-ə gəldik, düşdük uşaqlar. Əgər bu dəqiqə bizdə bu əməliyyatda minus olarsa, gördünüz minus oldu. 300 dollar minusa getdi dostlar, minusa getdi. 1 dəqiqəlik açmışıq da. 1 dəqiqəlik niyə açmışıq biz? 1 dəqiqəlik əməliyyat açmışıq uşaqlar. 1 dəqiqəlik, 2 dəqiqəlik açmaq lazım idi. Buna fikir vermək lazımdır. Pastayanlı 1 dəqiqəlik yox, 2 dəqiqəlik. Çox önəmlidir uşaqlar, çox önəmlidir. Yəni 1 dəqiqə, 2 dəqiqə çox önəmli bir faktordur orada. Baxın, 13.000-ə gedib çatırdıq, hamısını itirdik. Görürsünüzmü? Burada da artıq flat gedir. Çox mənasız bazardır, mənim xoşuma gəlmədi. Gərək özüm bir dənə analiz eləyim, elənçinə ticarət eləyim uşaqlar, yoxsa belə olmaz. Balansımızın yarısı getdi. Tak. Ona görə mən indikatorlarla çox özümü yormuram. Görək, Bollinger, yaxşı Bollinger başa düşdük. Görək, nə valutalar var burada? Nə valutalar var? Bitcoin. Aha, Bitcoin də 200-300 dollarla yuxarı əməliyyat aça bilərik 2 dəqiqə. Çünki dostlar, həm Bollinger, yenə də deyirəm də Bollinger'dan ticarət edirik. Bollinger'da görürsünüzmü? Hər toxunuşlardan sonra qiymət yuxarı qalxıb və bizdə böyük bir pin bar var burada. Baxın, bu boyda belə bir pin bar var. Qiymət bura kimi gəlib və qalxıb. Buradan da biz gözləyirik ki, yaşıl bir uzun şam və qiymət gedəcək yuxarı. Elə ağzımdan elə bil oxudular və qırmızı şam buraxdılar aşağı. Tak, investisiyada nə qədər pulumuz var bizim? 300 dollar investisiya eləmişik. Uşaqlar 2 dəqiqəlik müddətinə 300 dollar investisiya olunub və gözləyirik ki, qiymət buradan yuxarı qalxacaq. Nəyə görə? Çünki dostlar, yenə də deyim sizə, indikatorda göründüyü kimi minimumlar maksimuma doğru gedir və biz əməliyyat açmışıq deyə burada şamlar tərpənmir uşaqlar. Tərpənmir buradakı şamlar, fikir verin. Amma burada yaxşı bir şans var. O şansdan istifadə eləmək olar. Prosta biraz riskli olacaq. Görürsünüzmü? Heç tərpənmək istəmir. Birdən-birə gedəcək uşaqlar. Belə olanda birdən-birə bir də görürsünüz ki, yamyaşıl şamı qaldırdılar yuxarı. Hələ ki tələsmir, amma görürük ki tələsmir. Heç tələsmək istəmir. Mart ayından dostlar, mart ayı girəndən məndə belə çətin bir situasiyalar çoxdur. Videolarda baxa bilərsiniz, görə bilərsiniz. Çətin və maraqlı situasiyalar. Son saniyələrdir uşaqlar, görək
necə olacaq dostlar? Son saniyələr və əməliyyatlarımız plusla bağlanır uşaqlar. Həqiqətən də ləzzət elədi, xoşuma gəldi. Tak. Bitcoin bizi, necə deyirlər, buradakı gördünüzmü? Yenə də gördünüzmü, dedim tez bazar getməlidir, həmənki də gəldi uşaqlar. Bu sadəcə o qədər çox görmüşəm ki, ona görə dostlar gəlin, buradan belə bir şey eləyək, 100 dollarla aşağı əməliyyat açaq, qiymət biraz da qalxarsa, Bollinger'a toxunsa, yenə də aşağı əməliyyat açarıq, görürük ki, bizdə burada pikovi yerlər var, belə bir uzun bir diapazondan sonra ola bilsin, bizdə qayıdış oldu. Tak, 100 dollarlıq əməliyyat açmışıq, əməliyyatımızın düz gəlməsində 80 dollar üstündə qazanırıq uşaqlar. Əməliyyatımız doğru gələrsə 80 dollar qazanırıq. Burada isə bağlamaq söhbəti var uşaqlar. Belə bir bağlamaq butonu var. Yəni bu dəqiqə mən bağlayıb 86 dollarımı, yəni 14 dollar ziyanla çıxa bilərəm situasiyadan. İndi bu qiymət düşsə, bu 100-dən yuxarı olacaq və mən o xırda pulu götürüb çıxa bilərəm. Aha, burada bizdə nə qədər qalıb? Hələ 1 dəqiqə 11 saniyəmiz var dostlar. Neçə dəqiqəlik? 2 dəqiqəlik açmışıq biz bunu. 2 dəqiqəlik açmışıq və bu qədər bizdə var. Belə dostlar, bu kontent sizin üçün maraqlıdırmı? Fikirlərinizi yazın. Həm necə deyirlər, yarışmada iştirak edirsiniz, həm də sizin fikirlərinizi bilmək bizim üçün çox önəmlidir, çox maraqlıdır. Hansı indikatorla ticarət eləməyimizi istəyirsiniz, hansı indikatoru göstərməyimizi istəyirsiniz, necə işləyir, necə işləmir, hamısını yazın, böyük bir, necə deyirlər, solidli bir şəkildə aşağıda bildirin fikirlərinizi dostlar. Bütün mesajlar oxunur, bütün mesajlara cavab verilir, necə deyirlər, ən azından hamının mesajı oxunur və bəyənilir. Deməli, belə uşaqlar, voucher də videonun içindədir, istənilən bir yerdə, istənilən bir saniyədə gələ bilər və gedə bilər. Ona görə də videonu tam izləmək lazımdır ki, həmən voucheri ola bilsin görəsiz. Çünki voucher elə bir şeydir ki, dostlar, o bir miqlə belə gəlir, gedir. Və plusla bağlanırıq uşaqlar, qəşəng bir plusumuz var. Qəşəng bir plusumuz var. Burada bizdə risksiz əməliyyatlar da var dostlar. Bitcoin-lə çıxaq, nəsə baxaq başqa yerdə nə var. Başqa yerdə görək nə var uşaqlar. Maraqlı bir şey. NZT USD-yə baxaq. NZT USD-də biz 1 dəqiqə müddətinə 100 dollarla aşağı əməliyyat aça bilərik. Çünki dostlar, yenə də Bollinger'da biz görürük ki, qiymət böyük, yuxarı diapazonlara dəyib və gəlir aşağı, orta diapazonuna SMA-yı keçib və gedir aşağı bu uровень поддержки, yəni dəstək xəttinə gedir. Dəstək xətti isə bizdə artıq görürsünüz ki, burada sıxılma gedir dostlar və bu sıxılma çox risklidir. Aşağı görək, bizdə necədir? Yenə də gəldi, qiymət dayandı burada. 1 dəqiqəlik açmışıq özdə. 1 dəqiqəlik açdıq ki, biz hal-hazırda bu sıxılmanı tutaq. Yəni, qiymət getsin aşağı, amma görürük ki, heç qiymət aşağı getməyə tələsmir. Nə olacaq bizdə son saniyələrdə? Nə baş verdi? Minus oldu, uşaqlar minus oldu son saniyələr. 1 punkt bağlandıq dostlar. Ona görə də bu valutadan küsüb gedirik. Görək bizdə yuxarıda nə valutalar var? İndekslərdə ticarət eləmək daha çox maraqlı olur. Aha, burada biz nə edə bilərik? Gəlin belə eləyək dostlar. 1 dəqiqə müddətinə 400 dollarla yuxarı əməliyyat açaq. Nəyə görə dostlar? Yenə də görürük ki, pilləkəndir. 1, 2, 3, yenə də qırmızı ilə gəlib və biz gözləyirik ki, ayda 1 dəqiqə müddətinə, nə böyük səhv elədik biz. 1 dəqiqə müddətinə hər bir işdə bir xeyir var. Görək necə olacaq dostlar.
1 dəqiqə müddətinə girdik biz bura. 2 dəqiqə açmaq istirdim əslində, çünki burada hələ qiymət biraz oynaya bilər, yəni oynaya bilər. Görürsünüzmü, yenə də pilləkən, baxın 1, 2, 3, 4, burada da həmən pilləkən əmələ gəlir uşaqlar. Həmənki pilləkən görürsünüzmü, bu boyda uzun bir şamlardan sonra belə bir pilləkən əmələ gəlir. Həmən pilləkənə görə də biz əməliyyat açırıq. Aha, əla uşaqlar, plusla bağlandıq, əla, 13.000 elə gedib çıxmamışıq uşaqlar. Gəlin burada bir dənə də 100 dollarla yuxarı əməliyyat açaq dostlar. Məncə hələ davam olmalıdır, çünki biz əgər götürsək öz üslubumuzda da necə deyirlər, istifadə eləsək, məsəl üçün, haradadır burada? Luç qoysaq, görürsünüzmü, luç, buradan qoysaq biz luç, belə bir luç, görürsünüzmü, gəlir luçdan yuxarı qiymət gedir və yuxarıda da eyni ilə belə bir şey var. 1 dəqiqəlik açmışıq yenə də. Luç, yenə də yuxarıda belə bir xətt dostlar. Görürük ki, bu koridorun içində qiymət bildiyimiz gedir, yəni bu koridorun içində. Vaxtımıza 2 saniyə qalır və əməliyyat minusla bağlanır dostlar. Amma qəşəng bir situasiyadır. Burada qalıb ticarət eləmək olar. 2, 3. Aha, 3 dənə əməliyyat açdıq. Yenə də qiymətin yuxarı gedəcəyinə dostlar. Yenə də aşağı düşərsə, burada bizim yerimiz var əməliyyat açmaq üçün. Ona görə bu əməliyyatları biz rahat bir şəkildə riskə ata bilirik. 300 dollar əməliyyat açmışıq. Eyni ilə bu situasiyanın özünü doğruldacağına güvənirik dostlar. Çünki belə bir figurlar çox az çıxır adamın qabağına. Skalping eləyirik, yuxarıdan aşağı, aşağıdan yuxarı giririk. Belən içinə əməliyyatı açırıq və gözləyirik dostlar. Burada da aha, görürük ki, çox mükəmməl bir şəkildə qiymət yuxarı qalxır və yuxarı qalxarsa dostlar, elə Bollingerin artıq xəttinə dəydi, yuxarı qalxa. Buralara dəyərsə, vəbşi mükəmməl olardı. Yenə bir əməliyyat açardıq uşaqlar və mükəmməl bir şəkildə plus əldə eləyərdik. Buradan çox gözəl bir plusumuzu əldə eləyirik və artıq xeyirlə çıxmış oluruq. Aha. Hoppa, belə bir interfeys qəşəngdir məncə. Gözləmək olar uşaqlar, yenə də gözləmək olar ki, qiymət biraz da qalxsın. Gəlin bir dənə də 100 dollarla yuxarı əməliyyat açaq dostlar, çünki yuxarı getmə potensialımız daha çoxdur. Belə bir şamdan sonra bütün şamları yedi. Qalxdı yuxarı potensial. Məncə hələ yenə də yaşıl bir şam bura kimi gələcək dostlar. Çünki gəlməlidir, bu tərəflərə biz baxanda görürük ki, yəni böyümələr daha çoxdur. Amma burada da yenə də buradakı kimi görürsünüz, buradakini görürsünüz, buradakini görürsünüz. Elə bir şey ola bilər, ondan sonra yenidən yuxarı qalxma ola bilər. Yəni belə bir şey deyim sizə. 1 dəqiqəlik açmışıq. Hələ 23 saniyəmiz var dostlar. Yenə də bax, belə bir buradakı kimi situasiya ola bilər. Görürsünüzmü, elə həmən situasiyaya oxşuyur. Məncə bu dəqiqə qiymət hələ gələcək bura. Bura gəlsə mükəmməl olardı dostlar. Aşağı da əməliyyat açardıq. Video artıq nə qədər gedir dostlar? 27 dəqiqə gedir. Kamera məndə 30 dəqiqədə sönür. Ona görə də uşaqlar, məncə bəsdir dostlar. Məncə bəsdir. Dayanmağın vaxtıdır. Ayda buna baxay, buna baxay, buna baxay. Buna baxay, buralara gəlsə. Dostlar, dayanmağın vaxtıdır, bəs eləyər uşaqlar. Bəs eləyər. Bu günləri belə bir əməliyyatlar açdıq. Qəşəng bir əməliyyatlarımız oldu dostlar. Qəşəng bir, mükəmməl bir şəkildə əməliyyatlarımız oldu. Ləzzətli bir şəkildə dostlar. Balansımız hal-hazırda 13.232-dir. Keçən videoda
ondan da qabaqki videoda biz bunu itirmişdik. Yəni izləyicilər bilirlər. Baxa bilərsiniz, video var kanalda. Buralara da bir yerə qoyaram. Baxarsınız dostlar. Oldu. Çox sağ olun videoya baxdığınız üçün. Çox sağ olun. Hələlik növbəti videoda görüşmək ümidi ilə. Bay bay.